İlkin olaraq elə yaxın şərqdəki vəziyyətin elə ilk dəfə bizim proqramımızda qonaqsınız, ona görə sizin dilinizdən o vəziyyəti ümumilikdə bir parafraz etməyinizi istərdik. Buyurun. Sual qəribə oldu, çünki yaxın şərqlə bağlı ilk anlayışı yoxdur. Sivilizasiya mövcud olandan təbii ki, yaxın şərqdə müharibələr davam edir. Bu ifadəni ona görə səsləndirdim ki, yaxın şərqin qlobal kommunikasiya üzərində yerləşməsi onun müharibələrini heç vaxt yekunlaşdırmayacaq. Aralıq dəniz sivilizasiyası deyək də, biraz böyük ölçüdə aydın olsun ki, Aralıq dənizi dünya ticarətinin ana xəttini təşkil edir. Burada kim üstün mövqedədirsə, dünyaya da hökm edir. Beynəlxalq münasibətlər sisteminin dəyişməyən ana qanunudur. Məsələn, biz müasir sistemin mövcud olduğu 1945-ci il sisteminə baxırıq da, tutaq ki, San Francisco, BMT-nin yaranması və yaxud ondan sonraki soyuq müharibə dönəmi. Amma yenə də yaxın şərq zonasında heç vaxt müharibələr dayanmadı. Nə ilə əlaqədardır? Yenə dediyim kimi, qlobal kommunikasiyalara hökmranlıq eləmək istəyən qüvvələr bu coğrafiya üzərində savaşır. Məsələn, fikir verin, istənilən bir ölkə götürək də, modelləşdirək, fərq eləməz. Bu Yunanistan olsun, ya bu Türkiyə olsun, ya tamamilə bu coğrafiyadan uzaq olan başqa bir ölkənin adını çəkək. Məsələn, Rusiya. İlk dəfə 300 il əvvəl hətta 1-ci Pyotrun vaxtında isti dənizlərə çıxmaq nəzəriyyəsini ona görə elan eləmişdi ki, dünyanın başqa bir səmtində beynəlxalq münasibətlərin ruhu təcəlli eləyir. Nə ilə əlaqədar idi? Məsələn, Britaniya imperiyasında o söz ki deyirdilər, imperiyada heç vaxt günəş batmır. Bu başqa bir formada transformasiya olunur. Çünki dünyanın qərb zonasından, şərq zonasından başlayan yük daşıma qərb zonasına qədər Britaniya torpaqlarında gedirdi. Onun nəticəsində müasir dünyada Britaniya bütün qlobal boğazların, keçidlərin 70%-nin sahibidir. Yəni, boş yerdən dünya imperiyası olmaq anlayışını özündə əks elətdirmir axı. Ona görə müasir dövrə gəlir. Müasir dövrdə də dövlətlər, proksilər, qruplar, alt qruplar, terror təşkilatları, bu da çox maraqlı faktdır ki, beynəlxalq münasibətlər sisteminin yeni sferalarda kəşfi də yaxın şərqlə bağlıdır. Yəni, təzə tipli müharibə aparma praktikası da bura ilə bağlıdır. İdeoloji axınlar da bura ilə bağlıdır. Ona görə ki, burada insan resursu çoxdur. İkincisi, yüksək şəkildə savad vermə imkanları məhduddur. Üçüncüsü, 3 təkarlahlı... Elə həm də bu prinsip təkan vermiş ola bilərmi? Burada mübarizənin daha qalın olması. Ona olmasına. gəlirəm. 3 təkarlahlı dinin mərkəzidir. İslamdır, xristiyanlıqdır, iudaizmdir, mədəni mərkəzidir, sivilizasiya olaraq mərkəzidir. Və nəhayət gəlib çıxır. Huntington geniş yer vermişdi müvafiq sivilizasiyaya. Təbii ki, təkcə Huntington sivilizasiyaları toqquşmada bunu ona görə yazmırdı ki, İslam xristiyan sivilizasiyaları soyuq müharibədəki ideoloji toqquşmalar daha çox kommunizm və kapitalizm arasındaydı və sonra deyildi ki, İslamla xristiyan üzrə gələcək. Ona görə əkiz qüllələrin partladılmasından sonra, bəlkə bir ifadəyə də baxacağıq yenidən ki, Amerika Birləşmiş Ştatları fərqli bir xarici siyasət strategiyası izləməyə başladı və ondan sonra yeni yaxın şərqin dizayn olunması məsələsi meydana çıxdı. Amma bu, sonraki dönəmdə 2 versiyada özünü irəlilətdi. Yəni, sizin sualınıza izah eləmək üçün biz məcburuq bütün qolları açaq. 2 dənə ortaya çıxan məqsəd o idi ki, ərəb ölkələrində sonradan yumşaq güc vasitəsində sosial media inqilablar elədilər. Burada yeni bir coğrafiya dizayn elədilər, siyasi coğrafiya dizayn elədilər. 3-cü mərhələdə isə indi gəlib çıxdığımız dünyada yeni aktorlara ehtiyac yaranır. Yəni, xəritələr həmişə dəyişkəndir. Bunu mən də qəbul edirəm. Bir ölkə 3000 il, 4000 il yaşaya biləcək bir praktikaya sahib deyil. Dünyada heç vaxt bu olmayıbdır. Amma bunun ideoloji çalarlarını daşıya bilən ölkələri var. Məsələn, Birləşmiş Ştatlar deyilir ki, o Roma imperiyasının tarixi varisidir. Yəni, ideoloji varisidir. Məsələn, Türkiyə deyir ki, niyə Osmanizmi inkişaf elətdirirəm, gəlirəm. Amma de facto olaraq 3000 ildən bəridir yaşı olan siyasəti dizayn edən və bunu özünün ideoloji dövlət siyasətinin alt qatına yerləşdirən İran amili var. Məsələn, yaxın şərqdə bütün bunların hamısının üst-üstə gəldikdə biz görürük ki, xüsusilə də 2023-cü ildə oktyabr ayının 7-sində Həmasın İsrailə elədiyi hücumdan sonra vəziyyət tamamilə dəyişdi. Bu hücum nə cür baş verdi? Bu hücum niyə baş verdi? Bu hücumun ərəfəsində həmin bölgədə hansı proseslər gedirdi? Suallar zaten dünyada hər kəsə məlumdur. Amma görünən odur ki, Həmasla, İsraillə bütövlükdə həmin dönəmlərdə bölgədə sülhün imzalanmasına yönəlik çox böyük addımlar əldə olunmuşdu və qəfildən tamamilə mülki
həyatın üstünlüyü təşkil etdiyi dönəm. Yəni mülki həyat dönəmi deyirlər də ona bəzən hərbidə və siyasi termindəki iqtisadiyyatı hərbi lokomotivə oturtmamısan, sən zərbə gözləmirsən, danışıq aparırsan, yumuşaq güc tətbiq eləməyə çalışırsan və birdən-birə sənin mülki zonaların atəşə məruz qalır. Həmasın həyata keçirdiyi bu proses nə üçün idi? Nə ehtiyac var idi? Gərgin toqquşma baş verirdimi ki, belə bir proseslər yaşandı? Və müasir yaxın şərqin xəritəsinin məqsədləri anlamaq üçün 2023-cü il oktyabrın 7-sinə getmək lazımdır. Oktyabrın 7-sinə getdiyimizdə isə bizim üzərimizdə xəritə açır, proksilərin savaşını, bu bölgədə yeni aktorların yaranmaq istəyi və əlbəttə ki, xüsusilə də millətləşdirilmiş və dinləşdirilmiş, biraz da siyonistləşdirilmiş, daha aqressiv bir İsrail rejimi və əlbəttə ki, Birləşmiş Ştatların dəyişən hakimiyyəti. Bütün bu senarilərin içərisində İranın taleyi necə gözlənilir Əziz bəy? Heç bir vaxt İranla bağlı yəni hamımızda təbii şəkildə bir mənfi reaksiyalar doğurur siyasəti, Azərbaycan yönəlik mövqeləri, proksiləri dəstəkləmək və yaxın şərqdə bir çox savaşların altında imzalarının olması, amma başından qəbul ediləcəyimiz həqiqətlər var. Bir, Molla rejimi ilə doğrudan bir siyonizm rejimi və Birləşmiş Ştatları düşməndir. Həmişə bu suala cavab verəndə əsas tapmırıq axı. Yəni onların bir-birinə qarşı endirdikləri zərbələrin əziyyətini çəkən qüvvələr kimlərdir? İsraildirmi, İrandırmı? Qəti şəkildə deyil axı. Və yaxud gəlirik, bunlar düşməndirsə nə cür oldu ki, həm İraqda, həm də Əfqanistanda hər iki dövlətin işğalı zamanı çox yaxın əməkdaşlıq elədilər. Və nə cür olur ki, yaxın şərqdə aparılmış əməliyyatlar nəticəsində dövlətlər, mərkəzi hakimiyyətlər Suriyada, təbii ki, Fələstin ərazisində deyə bilərik, o bölgəyə yaxın digər ərəb ölkələri, olsun Yəmən. Nə baş verdi bu ölkələrdə? Mərkəzi hakimiyyətlər zəiflədikdən sonra niyə İranın mövqeləri güclənmiş oldu və qazanclı çıxan əsas bölgə dövləti bu oldu? Buna kim şərait yaratdı? Və bu kimin zərbələri nəticəsində idi ki, o mövcud administrasiyanı sıradan çıxartdıqdan sonra biraz da indi bəlkə Huntington keşkə bunu da yazardı ki, dinlərin özlərinin arasında mübarizəyə start vermişdilər və sünnilərlə şiələr arasındakı yeni müharibə fazasını alovlandırdılar. Son dönəmlər baş verən ən dəhşətli savaşların kökü də bundadır. İdeoloji zəhəri qatdılar müsəlman aləminin tam içərisinə və bunu yaxın şərqə də adaptə elədilər. Nəticə etibarilə içindən çıxa bilməyəcək bir girdab yaratdılar. Amma bundan istifadə edən İran oldu. Amma bundan istifadə edən İsrail oldu. Amma bundan istifadə edən Birləşmiş Ştatlar oldu. Və bu yeni siyasi baxışların dizayn olunması üçün o bölgədə daimi münaqişələr öz sözünü deyəcək. Niyə? Münaqişə varsa, müharibə varsa, silah bazarı var, terrorçular var, insan amili rol oynayır. Qara maliyyə rol oynayır və nəticə etibarilə o əraziyə müdaxilə eləmək üçün sizin həmişə imkanlarınız var. Hər bir şey, Amerika Birləşmiş Ştatlarında administrasiya dəyişəndə onlar gah yaxın şərqə daxil olurlar, gah yaxın şərqdən çıxırlar. Yəni, yaxın şərq özlərinin xarici siyasətinin paralel qanadını təşkil edir və heç vaxt oradan kənarda dayanmır axı. İndi gələk, nə üçün bu belədir? Geostrateji baxımdan dediyim, yaxın şərq ticarət yollarının üstündə yerləşir. Dünya ticarətinə sahib olmaq istəyirsənsə, onu ələ keçirməlisən. 2022-ci ildə keçirilmiş G20-lərin Hindistan sammitində alınmış qərar bundan ibarət idi. Yeni bir alternativ yol düşünülsün, bu Hindistandan gəlsin İrana, İsrailə daha doğrusu, onun vasitəsindən Yunanistana, oradan isə Avropaya çıxsın. Belə bir yol təklif edirdilər. Amma həmin vaxt başqa bir 2015-ci ildən başlayan orta dəhliz ideyası var axı. Bir kəmər bir yol. Onun əleyhdarları necə? Onun artan Çin nüfuzuna qarşı güclü reaksiya göstərə biləcəklərmi ki, gələcək siyasətdə biz Vətən müharibəsinin gedişindəki Zəngəzur məsələsinə bu qədər yaxınıq, reallaşdırmağa bu qədər yaxınıq, əlimiz çatan hədəflər sırasındadır. Onda tam olaraq mövzunu biraz da açaq. Yaxın şərq savaşlarının bir hissəsi elə Zəngəzur savaşının bir hissəsi deyilmi? Və nəhayət, yekunda bu savaşların əsas məqsədi nə olacaq? İkinci istiqamət burada meydana çıxır. Yaxın şərq bölgəsi müharibə aparmaq üçün, bütövlükdə texnologiya üçün, texnika üçün yanacaq rolunu oynayır. Yəni, dünya ənənəvi yanacaqdan nə qədər imtina eləyibdir? 2030-cu ildə Avropa İttifaqının yaşıl enerji strategiyası
Məsələn, onun enerji olan tələbatının 70%-ni qarşılamalıdır 2030-cu ildə. Amma 2030-cu ilə qədər isə Ukrayna müharibəsi nəticəsində Almaniya özünün dondurduğu kömür şaxtalarını açmaq məcburiyyətində qaldı. Hansı ekologiyadan söhbət gedirdi ki, biz dünya üçün bunu təqdim edirik? O ölkələr öz adlarından böyük bir ekoloji siyasət, yaşıl iqtisadiyyat, yaşıl enerji danışırdılar. Təbiətin qorunması danışırdılar. Tamamilə əks effekt verdi. Dünyada heç bir ölkə ətraf mühiti qorumur axı. Hansı ölkələrdən gedir söhbət ki, ətraf mühitə daha çox emisiyaları atan ölkələr, məsələn, təkcə 40%, 30% Çinin üzərindədir. 20%lik limit Birləşmiş Ştatların üzərindədir və hətta Paris İqlim Razılaşmasından son dəfə Birləşmiş Ştatlar tərk elədi. Dünyada təşkilatlanma prosesləri filan indi onlara keçməyəcəyim. İkinci dediyim məsələ enerji ehtiyatlarına sahib olmaq məsələsidir. Birləşmiş Ştatların istəyi müttəfiqlərlə birgə Yaxın Şərqin enerji ehtiyatlarını ələ keçirməkdir. Çünki o enerjiləri ələ keçirdikdən sonra həm üçüncü güc hesab eləsə Avropa İttifaqını, onun təchizatını ələ keçirmiş olur. Çinə qarşı savaşda ciddi şəkildə neft şəlləyi əldə edir. Müharibələrin taleyini, məsələn, həqiqətən bu həmişə belə olub. Britaniya baş nazirlərinin leksikonunda, siyasi təfəkküründə neft amili önəmli olub. O cümlədən soyuq müharibənin ideologu, baş ideologu Britaniya, Churchill. Churchill həmişə deyib. Bu Churchillin dəyişməyən prinsipləri bugün 2025-ci ildə işləyirsə, mən hələ əmin ola bilmərəm ki, 5 ildən sonra Avropa İttifaqı yaşıl enerjidən özünə təmin edəcək və onun neft qaz üzərindən başqa ölkələrə Rusiyaya ehtiyacı qalmayacaq. Amma inandırıcı deyil axı. İkinci məsələ budur. Üçüncü məsələ, bu iki məsələnin reallaşdırılmasından sonra o bölgənin özünün dizayn olunmasıdır. Yaxşı, bölgənin nə gözləyir? Sual çox genişdir. Bölgəni nə gözləyir? Bölgədə hər aktorun öz marağı var, tamam, amma əsas aktorların marağı nədir? Əsas aktorların marağı budur ki, bu bölgədə qərb özdə parçalanıb bir sayı hansı qərbi ifadə eləyəsər. Onda biz buna yeni qərb deyək, bir də köhnə qərb deyək. Yəni köhnə anlayışlanan yeni dünya və köhnə dünya deyək də. Trump sonrası qərb də demək olar və yaxud da. Yeni qərb deyək, bu Trump qərbi olsun. Bunlar yaxın şərqə keçirdikdən sonra bölgədə İsrail mərkəzli, onun qonşuluğunda yəni müəyyən ərəb ölkələri hesabına yaradılmış Kürdistan, ikinci bir müttəfiq və digər ərəb ölkələri müttəfiqlər və həm də qalıcı dini konfrontasiya mühiti. Yəni, İranı sıradan çıxardıq gəlin. Yaxşı, İranı sıradan çıxartdıqdan sonra artan ərəb milliyyətçiliyin qabağını kim kəsəcək? Bəyəm, İsrail yaxud da Birləşmiş Ştatlar öz oturduğu budağı kəsməlidirmi? Yəni, axı bunlar ağıllı siyasət yürüdürlər. Nə üçün İran tarix səhnəsindən orada indiki vəziyyətdə silinsin, dərhal ərəb milliyyətçiliyi baş qaldırsın və İsrailə qarşı 1946-cı ildən başlayan, 47-ci ildən başlayan o müharibələr birbaşa rəvacı versin. Belə bir şey mümkün ola bilməz. Çünki o bölgədə güc tarazlayıcısı təbii olaraq İrandır. İran öz fəaliyyətindən Səudiyyəyə də qarşı çıxır, Körfəz ölkələrə də qarşı çıxır, Türkiyəyə də qarşı çıxır. Gücləri parçalayır. Amma bu bölgədə o Qərb dünyasının itaatkarı rolunu oynayır, gizli olaraq. Həmişə Ərəb dünyasını parçalamış vəziyyətdə saxlayır. Qafqaza təsir göstərir. Həqiqətən Rusiyanın müttəfiqidirmi? Hələ bu sualı cavab vermək üçün zamana ehtiyac var. Və nəhayət gəlib çıxdı son mərhələ. Sakit Okean doktrinasını işə salacaqlar. Bütün bunların hamısından sonra kim... Nədir bu doktrinanın prinsipi? Dünyanın son taleyini həll eləmək üçün Birləşmiş Ştatlar Çindən silahlı müharibəyə keçməlidir. Yəni, necə keçəcəksiniz? Demək ki, tək real mübarizə Çinlədir. Səmimi olan mübarizə Çinlədir. Səmimi olaraq, yoxsa Rusiyanı aktor kimi çox rahat şəkildə xəritədən çıxarda bilərdilər. Bzezinski bu suala cavab verdi ki, bizim qətiyyən Rusiyanı parçalamaq niyyətimiz yoxdur. Elə Bzezinskinin doktrinası idi. 90-cı illərdə SSR-nin dağıldıqdan sonra Rusiyanın parçalanma məsələsinə icazə vermədilər. Niyə icazə vermədilər? Bir müti Rusiya ilə, idarə oluna bilən Rusiya ilə işləmək daha rahat idi. Yoxsa ərazisində yaranmış 50 dənə dövlətlə onun bir neçəsində nüvə silahı olacaqdı. Bir neçəsi deyəndə ki, əksəriyyətinin ərazi münaqişəsi çıxacaqdı və nəticə etibarilə buradan bütövlükdə bir xaos yaranardı və Çinin qarşısı açılardı. Ənənəvi olaraq Qərblə Rusiya öz savaşında heç vaxt bir-birinin məğlubiyyətini reallaşdırmayıb, realizə eləməyib. Çünki həmişə üçüncü güclər olubdur.
Almaniya. İndi 3-cü dalğa gəlir Almaniyada. Yaxşı, 3-cü gələn Alman dalğasının taliyi Avropa üçün nələr verəcək? Hələ buna da bir baxacağıq, tələsməyək, zaman var. Amma yekun nədir? Birləşmiş Ştatlar AUKUS-u ona görə yaratdı ki, və Trump indi NATO'nun başına çəkiclə həmişə ona görə vurur ki, real hərbi əməliyyatlarda Çinə qarşı Sakit Okeanda istifadə edə biləcəyi real güc NATO deyil, olmayacaq bu. Çünki bəzi ölkələr, məsələn, faktiki Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında ticarət savaşları müstəvisində, təhlükəsizlik müstəvisində, Rusiyaya münasibət müstəvisində ciddi qırılmalar oldu. Amma Əziz bəy, Avropa İttifaqının ticarət savaşları timsalında, gömrük tariflərinin yüksəldilməsi timsalında Çinin əksinə, Trump'ın iddia etdiyinin tamamilə əksinə güclənməsinin biz şahid olmuruqmu? Fərqli suallardır. Yəni, mən dediyim tamam fərqli məsələdir, siz dediyiniz fərqli sualdır. Çin amilini buraya yerləşdirməyə çalışıram. Onsuz da... Hazırki rolu nə yerdədir? Bax, Avropa İttifaqının zəiflədilməsi timsalında Çinin... İndi gəl bu suala cavab verək ki, indiki şəraitdə Avropa İttifaqı zəifləyəcəkmi? Birinci bu sualı cavab verək. Çünki Çin, Avropa İttifaqı, Birləşmiş Ştatlar Avropa İttifaqı münasibətləri paralel götürəndə Çin-Avropa İttifaqı münasibətləri artan dinamikaya gedir indi. Çünki Avropa İttifaqı Trump tərəfindən küstürüldü. Yeni tərəfdaş axtarışında da. Yeni tərəfdaş axtarışını da realizə edir Çinlə. Çünki Van der Leyen'in səfəri var idi və Çinə gedən körpünü inşa eləmək üçün aprelin 4-də Avropa İttifaqı ilə Orta Asiya ölkələrinin bəlli bir qalmaqallı sazişi də oldu. Maraqlı sual. Yeni Alman dalğasını bax Çinlə əməkdaşlığa da parafraz etmək mümkündür. Fərqli məsələlər olacaq. Yeni Alman dalğasının Çinlə əlaqəsi azdır. Yeni Alman dalğasının, yeni Amerikan dalğasının əlaqəsi var. Çünki Birləşmiş Ştatlar onunla işləyən əsas gücün Almaniya olduğu qənaətinə gəlməkdədir artıq. Bu Fransanın cəzalandırılması hesabına olur. Bu İngilislərə, ənənəvi müstəmləkəçiliyə biraz arxasını çevirmək siyasəti olur. Bu biraz da açığı deyim ki, İtaliya ilə stavka qoyub onu diriltmək cəhdindən biz görəcəyik. Avropada yeni güclər formalaşır. Avropada yeni güclər formalaşır. Amma ora keçməmişdən qabaq gəlin görək Çinin vəziyyəti necə olacaq? Çin bu ticarət savaşlarında itirən tərəfdir, yoxsa qazanan tərəfdir? Yəni, məsələ budur ki, indiki vəziyyətdə biz Çinin daxili ictimai rəyini ölçə bilmirik. Ölçə bilirsinizmi? Çünki Çinin informasiya mühitini Çin dövləti özü, Komünist Partiyası özü idarə edir. Çünki Çinin öz sosial şəbəkələri var. Çünki Çinin özünün dünya görüşü var. Çünki Çin dünya görüşünü, zaten Çin fəlsəfəsinin kökündə Çin dünyanın mərkəzi ideologiyası dayanır və birbaşa siyasətdə bu tətbiq olunur. Çinli dünya görüşünün, baxışının mahiyyəti budur ki, dünyanın mərkəzində Çin dayanır. Və o artan gücə söykənir. Onun bütövlükdə istehsalı da, yanaşması da. Amerika Birləşmiş Ştatlarla mübarizə kontekstində biz Çinin zəifləyən mövqelərinin şahidi olmuruq. O, əksinə Avropa İttifaqı bazarını qazanır, Ukrayna ilə müharibə kontekstində Rusiya bazarını qazanır və özünə yeni müttəfiqlər tapır. Axı, dedik ki, dünya indi qruplaşmayıb. Dünya indi parçalanmış vəziyyətdir və sizin üçün bazarlar daimə mövcuddur. Afrikanın adını bəs niyə çəkmirik? O zaman əsas məsələ. Onlar Sakit Okeana qədər toqquşduqları əsas nöqtə Afrika olacaq axı. Afrikanın isə bütün limanları artıq Çinin əlindədir. Və Çin o bölgədən fransızlar qovulduqca ki, son 4 il ərzində 9 fransız hərbi bazasının, baxın rəqəmə, 9 fransız hərbi bazasının artıq 6-sı bağlanıb, cəmi 3 dənə hərbi bazası qalıb o boyda Afrika qitəsində. Ona görə fransızlar da üzünü çevirib gəlirlər Qafqaza, bəlkə Ermənistan vasitəsindən, bəlkə elə Avropa İttifaqı vasitəsindən Orta Asiyaya. Yəni bunlar coğrafiyalarda bir puzzle'lar üzrə oynamaqdadırlar. Amma Çinin məğlubiyyətini indidən demək çox çətindir. Çünki iqtisadi göstəriciləri artır, iqtisadiyyat böyüyür və ordusu tam şəkildə peşəkar orduya çevrilir və bu peşəkar ordunun sünni intellektlə idarə olunması həyata keçirilir. Və nəhayət, Trump'ın üzərinə gələk. Onun Pew Center, mən də bayaq sizlə gələndə baxırdım ki, keçirilən sorğularda Trump'ın ictimai dəstəyi nə qədərdir? Trump'ın Çinlə apardığı ticarət savaşlarındakı ictimai dəstəyi cəmi 40%-ə bərabərdir. Əleyhdar rəqəmlər isə 57-58%-ə qədərdir. Orada bir tərəflər 3-4% təşkil edir. Yəni, nə qazanacaq? İndi ikinci bir məsələ var. Biz bunu Trump'ın həm də ictimai rəydəki ümumi
prezidentlərin reytinqi, reytinqinə tətbiq eləsək, növbəti 4 illikdə indiki vəziyyətdə Tramp özünün məqsədlərini reallaşdıra bilməyəcək. Niyə? Bir neçə istiqamət üzrə Ümumiyyətlə 4 il hakimiyyətdə olacaqmı, o da sualdır. Bu da sualdır əslində. Ola bilər ki, hansısa ciddi bir elita onu hakimiyyətdən də devirə bilər. Yəni bu hərbi elita ola bilər, bu biznes elita ola bilər, bu onun öz yanındakı texnokratlar ola bilər. Yəni kifayət qədər çox rəqəmlər var. Amma məsələ nədir? Yaxın Şərqlə bağlı siyasəti iflasa uğradı. Uğramadı. Müharibəni dayandıra bilmədi axı. Bəli. Əksinə. Ukrayna müharibəsi ilə bağlı iflasa İranla uğradı. bağlı iflasa uğradı. Düzdür, nəticə nə olacaq bəlli deyil. İndi Omanda danışıqlar olmalıdır yenə 1-2 gün sonra. İsrailin Ukraynada Suriyadan nail çıxartmaq olma. timsalında. Biz sizinlə niyə həm də bunu danışırıq? Gəlin bir başlıq altında danışaq. Trumpın 100 günü tamam olur axı. 100 gün ərzində nələr reallaşdıra bilib? Ukraynanı mı? Bacarmadı. Ticarət savaşları bacarmadı. Ölkə ərazisində qeyri-qanuni miqrantların çıxarılmasıyla bağlı indiki templə işləsə adama 15 il vaxt lazım olacaq hamısını çıxartmağa. Mümkündür sizcə bu? Axı verilən sözlərin heç biri tutulmayıb indiki vəziyyətdə. Nəyə nail ola bildi? Ən sonunda bir dənə məlumat əldə elədik ki, Ukrayna ilə dünən yeraltı sərvətlərinin işlənilməsindən bağlı müqaviləni imzalaya biliblər və başqa bir informasiya, insider məlumatı belə oldu ki, özünün dediyi də insider məlumatı deyildi, üzr istəyirəm. İtalyan baş naziri Meloni ilə görüşdə dedi ki, biz bu həftə ərzində Rusiyadan Ukrayna məsələsinə dair yekun rəy alacağıq. Hər həftə deyirlər, amma onu Əziz bəy Yox, müqavilə imzaladı axı. çox geniş Müqavilə mövzudur. imzaladı axı. Niyə dedim mən? Müqaviləni imzaladı, sonra bu açıqlamanı verdi. Yəni bu həftə ərzində bilmirəm Rusiyanın hansı şərtləri əsasında razılaşacaqlar, amma nəhayət ciddi bir razılaşma gözlənilir.